Sıradakı sujetimiz isə Neftçala rayonunun Şorkənd kəndinin sakinləri barədədir. Sakinlər sərt keçən qış mövsümündə donmaqdan və xəstələnməkdən yeganə çıxış yolunu yazın tez gəlməsində görürlər. Daha doğrusu bu illərdir ki, təbii qaz üzünə həsrət qalan kəndlilərin əlacısız ümididir. Sujeti izləyək. Bunu qoymalısan. Bunu da istəyir, can istəyir. Koymalısan, vurmalısan. Parçalamaq üçün. Neftçalanın Şorkənd kəndi uzun zamandır ki, qazsızlıqdan əziyyət çəkir. Maraqlıdır ki, kəndə qonşu olan ərazilərdə qaz xətti var, qaz var və bu kəndin sakinləri illərdir ki, həm odunlardan, həm də bu formada qaz balonlarından istifadə edirlər. Neftçalanın Şorkənd kəndi indiyədək qaz xətti ilə təmin edilməyib. Sakinlər evlərini elektrik enerjisi, odun sobaları və hətta mazutla isitmək məcburiyyətində qalırlar. Yaxınlıqda yerləşən Cəngən kəndi qazlaşdırılsa da, Şorkənd sakinləri illərdir qaz borularının evlərinə doğru uzanmasını sadəcə xəyal edirlər. Mən bu vaxtımda kıvalda gücüm çatmır. Odun yara bilmirəm. Meşə yox, gedib qıraq gətirək. Bir ağacı kəsirsən, ekologiya qorxuruq. Yaşıllığı da pozmaq olmaz. Ancaq qaz istəyirik. Bu da mən əl çəkim. Mən odun yarıram. Qış sezonunda 3 maşın yandırmışam. Bu problemlə, bu şikayətlə biz həmişə hər yerə müraciət eləmişik. Yəni hər tərəfdən kəndin arxasından da bu yolun qırağından da qaz ta Sovet vaxtından keçib indiyə kimi. Şəxsən özüm işıq işlədirəm, odun peçi yandırmıram. Bir otağa sığınmışıq. Deməli uşaqlar ancaq əsə-əsə qalın skutka gəzirlər evin içində, bir də otaqda. Yəni özüm də. Həmişə yəni axşam yatırsan, səhər duranda istərsəməz girif olur insan. Qış aylarında sakinlər bir-birindən odun borc alır. Adətən kənd yerlərində təsərrüfat alətləri paylaşılırsa, burada əsas borc predmeti odundur. Ev bacalarından qalxan tüstü bu kənddə adi mənzərəyə çevrilib. Sakinlər bildirirlər ki, Şorkənd Babazanlı qəsəbəsi ilə həmsərhəddir. Həmin qəsəbədə də qaz xətti mövcuddur. Lakin 4 tərəfi qazlaşdırılan Şorkənd nədənsə bu imkandan məhrum qalıb. Biz Salyanla yaxın qonşuyuq. Neftçalanın kəndi olmağına baxma, aramızda bir yol var. Yolun o biri tərəfi Salyandır, bu biri tərəfi Neftçala ərazisi. Yolun o tərəfində qaz var, bu tərəfində yoxdur. Odunu muravi deyilən var, onun yarısından belə 40 manat. 4 günə bitir. 4 günə bitir. Bu evdə bir dəfə elə bir yanğınlarla, qısa qapanma ilə işıq məcbur olub salırdıq, odun tapa bilmirdik. Bir dəfə evdə yanıb. Məsələyə münasibət bildirən Azərqaz İstehsalat Birliyindən isə kənd sakinlərinə ümidverici xəbər gəldi. Ölkə üzrə qazlaşmayan kəndlərin yeni yaşayış massivlərinin qazlaşdırılması SOCAR-ın Azərqaz İstehsalat Birliyinin gündəliyində duran məsələlərdən biridir. Qazlaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Neftçala rayonunun sözü gedən Şorkənd kəndinə gəldikdə isə bu yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər. Məlumat üçün bildirim ki, Neftçala rayonu üzrə qazlaşma səviyyəsi 92,1% təşkil edir. Biz də ümid edirik ki, ən azı gələn qış mövsümündə Şorkənd sakinlərinin evlərini artıq odun sobaları deyil, təbii qaz qızdıracaq və illərdir davam edən problem nəhayət öz həllini tapacaq.